ağac gövdələrinin əhənglənməsi, ağardılması haqqında danışırıq. Keçən videomuzda ağacın əhəngləmə vaxtını qeyd etdim və sözü gedən videoda əhəng əvəzləyicisi Pabekadan istifadə etməyinizi tövsiyə etdim və bağçılıq dükanlarından Pabeka adı ilə funksit tərkibli Pabekanı əldə edib gövdələri tətbiq edə bilərsiniz. Bu haqda danışırdıq və şərhlərdə irad bildirdiniz. Qeyd etdiniz ki, Pabeka Azərbaycan dilində ağardıcıdır və sizin gövdəyə vurduğunuz ağ rəngdə deyil. Mən indi bu haqda sizə məlumat verirəm. Bu rəngi görürsünüz də, baxın. Ağ deyil ki, ağ deyil. İndi biz bunu vururuq gövdəyə. Hal-hazırda saat 13:22-dir. Bir 10 dəqiqədən sonra mən sizə bu gövdəni yenidən göstərəcəm. 10 dəqiqə keçdi, 13:32. Diqqət edirsinizsə, gövdə ağarıb. Baxın. Gövdədə ağarma baş verdi. Xahiş edirəm, şərh yazanda biraz diqqətli olasınız. Bu şərhlərin mənə mənfi təsiri yoxdur, amma izləyicilərimi çaşdıra bilərsiniz.